Hamıya salam, kanalıma xoş gəlmisiniz. Kanalıma neçə vaxt video atmıram, bilirəm. Bu mənim imtahanlarımın olması ilə bağlı idi, işlərimin çoxluğu ilə bağlı idi, amma geri döndüm və bugün bir rubrikaya başlayırıq. Sorğu rubrikasına. Mən Instagramda və yaxud da digər sosial şəbəkələrdə dostlarımdan, ümumi xalqdan, yaradıcı insanlardan müəyyən suallar soruşuram bu rubrikada və onlara əsasən biz müzakirə eləyəcəyik həmin o sualları. Birinci videomuz bu rubrika ilə bağlı o idi ki, Azərbaycanda yetər qədər resurs varmı? Resursdan demək istədiyim şey, mənbələrdən yəni demək istədiyim şey, buna aid ola bilər kitablar, ki, hansısa kitabın tərcüməsi və yaxud da gənc yazarların kitabları, podkastlər, YouTube videoları, iş imkanları, ümumiyyətlə özünü inkişaf etdirmək üçün kurslar və s. Çox təşəkkür edirəm ilk öncə cavab verən hər kəsə. Ən azından bir sözlə belə cavab vermiş olan insanlar məni çox sevindirdilər. Siz problemləri görüb demək ki, problemlərdən qaçmırsınız. Yəni ona fikir bildirmək də ona həll yoluna atılan ilk addımdır. Mən iki hissəyə ayırmışam. Adi xalqdan soruşduğum, yəni normal insanlardan soruşduğum, bir də hər hansı bir yaradıcı işlərlə məşğul olan insanlardan soruşduğum və burada o yaradıcı işlə məşğul olan insanlar arasında iki gənc yazıcımız var ki, onların da adlarını çəkəcəm birazdan. Hamınızdan istəyirəm ki, onlara dəstək olaq. Başlayıram adi xalqdan, ilk öncə normal insanlardan, çünki xalqın fikri önəmlidir, bir növ xalqın gözü tərəzidir. Gəlin başlayaq. Kitablar haqqında onu deyə bilərəm ki, yoxdur. Varsa da tərcüməsi ürək açan deyil. Əslində bu barədə bəli, mən də özüm razılaşıram. Çünki mən hal-hazırda Amerikada yaşayıram və Amerikada olan kitab dükanları və yaxud da ki, hər hansı bir saytda olan kitablar, ümumiyyətlə hər mövzuda burada kitab tapa bilərik. Burada hər mövzuda kitab tapa bilərik. Ümumilikdə yəni heç fikirləşməyəcəyin mövzular haqqında da kitablar var ki, mən onu kitabxanalarda görürəm və xoşuma gəlir. Yəni mənim fikrimcə bu Azərbaycanda yoxdur. Bunun doğrudan yoxdur və bunun iki səbəbi var. Birincisi Azərbaycan Amerikadan balacadır və digər ölkələrdən kiçik bir ölkədə əhali sayına görə və Amerikada tutaq ki 5 nəfərin marağındadırsa heyvanların fizikası, ümumiyyətlə heyvanların beyni necə işləyir, ümumiyyətlə heyvanlarla bağlı 5 nəfərə maraqlısa, Azərbaycanda o 1 nəfərə, uzağı 2 nəfərə maraqlı olur. Ona görə də nəşriyyat evləri yayım eləməyə bəzən qorxurlar belə kitabları və yaxud da ki, ümumiyyətlə Azərbaycan yazıçıları bu haqda yazmır. Bizdə daha çox bədii əsərlər oxunur, sevgi romanları, detektiv janrında olan romanlar daha çox oxunur Azərbaycanda. Əslində bu bir tərəfdən çox yaxşı bir şeydir. Mən ümumiyyətlə bütün növ kitablara açığam. Amma bir tərəfdən də elmi kitabların olması, belə resursların olması daha yaxşı olur. Tərcüməsinin ürək açan olmaması düzgündür. Çünki mən də dəfələrlə tərcümə olunmuş kitablarda səhvlər tapmışam. Ümid edirəm ki, bu düzələr. Çünki çox insan bundan şikayətçidir. Yəni ümid edirəm ki, nəşriyyatlar baxır və insanların sözlərinə nəticə götürürlər yəni. İkinci fikrimiz çox iddialı fikir idi. İstəyirəm ki, bunun üstündə biraz qalaq. Azərbaycanda yalnız göstəriş və cahillikdən başqa heç nə yoxdur. Podkastlar da ki, göz qabağındadır. Qəti şəkildə razı deyiləm. Qəti şəkildə razı deyiləm. Göstəriş yerinə razıyam. Çünki bəli, Azərbaycan xalqı göstərişi sevən xalqdır. Yəni hər şeyi show off eləsin. Mən qonşudan yaxşıyam. Mən belə bu şeylər bizim xalqda var. Biz bunu toy mədəniyyətimizdə də görə bilərik. Yəni yaxşı şadlıq evi seçim, bu qədər kimlərsə gəlsin, bəyənsin. Bir növ cəmaət nə deyərə çox takılan bir xalqıq deyə. Belə şeylər olur yəni. Bununla razılaşıram var. Lakin cahillikdən başqa heç nə yoxdur. Bu çox iddialı bir sözdür, çox iddialı bir cümlədir, fikirdir. Cahillikdən başqa heç nə yoxdur deyəndə ona mən də Azərbaycan vətəndaşıyam. Amerikada yaşayıram, bəli, amma mən Azərbaycan vətəndaşıyam. Mənim ailəm Azərbaycan vətəndaşıdır. Bunu yazan şəxs Azərbaycan vətəndaşıdır. Onda bizdə mi cahil oluruq? Mən özümün cahil olduğumu düşünmürəm və yaxud da ki, mənim dostlarımın, ailəmin cahil olduğumu düşünmürəm. Azərbaycanda kreativ, istedadlı, bacarıqlı və önə getmək istəyən o qədər gənc var. Heç gənc də yox, yəni o qədər şəxs var ki, biz ümumiyyətlə doğrudan da istedadlı xalqıq. Mənim fikrimcə biz ağıllı da xalqıq. Sadəcə biz ağlımızdan istifadə edə bilmirik. Bir növ bizi bu qınaq, millət nə deyər, cəmaət nə deyər, göstəriş bizi bəlkə də çəkir qırağa, amma mən buna qəti şəkildə cahillik deməzdim. Yəni Azərbaycanda məsələn Azərbaycanın Lütfüzadə kimi alimi var, hansı ki, düzdür Amerikada işlərini gördü, amma
Çünki Azərbaycanda resurs, əlverişli şərait yox idi deyə Amerikada iş görməyə başladı. Lakin yəni o insan Azərbaycanlıdır və yetəri qədər də ağıllı bir insan olub. İndi də baxsaq, yəni gənc yazarlarımız var, prodüserlərimiz var, yaradıcı işləyən aktyorlarımız var ki, çox bacarıqlı, istedadlıdırlar. Ümumiyyətlə adi insanlar var ki, adi xalqın arasında o qədər savadlı gənclər var ki, sadəcə onlar göstərə bilməyiblər, əlverişli şərait olmayıb və yaxud da ki, tənbəllik eləyirlər deyə bu onların cahil olması anlamına gəlmir. Mən bu fikrinə qəti şəkildə razı deyiləm. Podkastlar da ki, göz qabağındadır. Bununla da razı deyiləm. Çünki mən podkast dinləyən biriyəm və mən podkast dinləməyi xoşlayıram. Rəsm çəkə-çəkə, mən rəssamam və rəsm çəkə-çəkə podkast dinləməyi çox sevirəm. Bir növ həm beynim işləyir, həm fiziki cəhətdən işləyirəm, həm o yaradıcılıqla qəlbimdən işləyirəm rəsmlərimdə və məncə podkast dinləmək lazımdır. Fikirləşirəm ki, bəzi insanlar var ki, kitab oxumağa vaxtları yoxdur, işə gedirlər. O insanlar məsələn audiobooklara qulaq asa bilirlər və yaxud da ki, podkastlara. Çünki gəlin belə deyək, Azərbaycanca podkast məncə var. Yetəri qədər olmağı sual altındadır ki, bəlkə o dərəcədə mükəmməl, yəni Türkiyəyə çata bilmirik hələ ki. Amma var. Məsələn, söhbətgah. Söhbətgahda hardasa bəlkə də 200-dən çox video var artıq və hər bir videoda müxtəlif mövzuda şeylər danışırlar, qonaqlar olur. Oradan elə görmək olur ki, Azərbaycan xalqı əslində savadlı xalqdır, ağıllı xalqdır, istedadlı xalqdır. Və o podkastda da yəni hər bölümdə, hər seriyada müxtəlif insanlar dəvət olunur. Tək söhbətgah yox. Məsələn, Sağlam Həyat podkastı var və yaxud da ki, Hər Şey Şünas Aynur var. Zosilər var, mən yeni baxıram onlara, onlar yenidirlər və 2 nəfərdirlər, Nərmin xanımla Nasiyə xanım Amerikada yaşayırlar və Amerika ilə Azərbaycanı bir növ müqayisə eləmişdilər, sosial ilişkilərdən, relationshiplərdən danışmışlar. Mən ümumiyyətlə sevirəm onların podkastına qulaq asmağı. Həm səmimidirlər, həm də ki, Azərbaycan dilindədir də bu resurs, başa düşürsüz? Yəni yoxdur demək olmaz. Azdır, okey, başa düşmək olar, amma podkastlar göz qabağındadır ifadəsini tamam səhv bir fikir kimi qəbul edirəm. Əlavə olaraq Bir Bit Söhbət var, Əkinçi podkastı var ki, mən Spotify-da da qulaq asıram, YouTube-da da var. Çox maraqlıdır mənim fikrimcə. Və yaxud podkast kimi Adam. Baxın görün nə qədər saydım. Və yaxud da Nigar Xəyyamın podkastı. Bəlkə də elə deyil, ya da bəlkə elə deyil. Mən ona da qulaq asıram. Nigar Xəyyam sadəcə öz fikirlərini bölüşür. Məncə, yəni bunlara qulaq asmaq olar. Yəni podkastlar göz qabağındadır. Okey. Qulaq asın və məncə sonra fikir bildirmək lazım. İdeal fikri səsləndirən şəxsə təşəkkür edirəm, amma razılaşmıram. 3-cü. Xeyr, dil bilgisi olmadan kifayət qədər məlumata çatmaq çətindir. Razıyam. Azərbaycan postsovet ölkəsidir və bizdə rus dilində danışan insanlar kifayət qədər çoxdur. Artıq bu inkişafın, dünyaya inteqrasiyanın gətirdiyi bir ingilis dilli kütlə də var Azərbaycanda ki, ingilis dili öyrənənlər və məncə rus dilində də kifayət qədər çox resurslar var, kitablar var, podkastlar var, videolar var YouTube-da və ingilis dilində də həmçinin. Ki, universitet oxuyan şəxslərdən biri də burada yazmışdı ki, mən deyir 5 resurs Azərbaycan dilində tapıramsa kitabı 20-dən çox ingilis dilində tapıram kitabxanalarda və yaxud onlayn şəkildə. Mən razıyam bundan, yəni bu fikir doğrudan düzgündür. Biz yəni ingilis dilində olan resurslara, rus dilində olan resurslara çata bilmərik. Çünki ikisi də Amerika ingilis dilində danışan ölkədir. Ümumiyyətlə ingilis dili qlobal danışılan bir dildir. Rus dili də böyük bir ölkə olduğuna, Rusiya da böyük bir ölkə olduğuna görə, rus dildə çox danışıldığına görə biz onlara yəni çata bilmərik. Çünki Azərbaycan kiçik bir ölkədir və Azərbaycan dilini danışan ingilis dili və rus dili qədər deyil insan. Lakin tərcümə edilməlidir mənim fikrimcə. Sadəcə nəşriyyat evləri biraz insanlar o qədər yaddılar ki, belə mövzulara. Dediyim kimi bizim xalqın oxuduqları kitablar daha çox detektiv, sevgi romanları, bədii ədəbiyyat, klassiklər və ya son zamanlarda şəxsi inkişaf kitablarıdır ki, mən doğrudan bunu əslində alqışlayıram. Xalqımız demək ki, şəxsi inkişaf kitablarına çox meyillidir və bu yaxşı bir şeydir öz-özlüyündə. Ümid edirəm ki, elmi kitabları da məsələn Azərbaycan dilində tapmaq mümkün olacaq gələcəkdə. Məncə bunun üzərində işləmək lazımdır sadəcə. Yəni Azərbaycan xalqı bunu eləyə bilər, inanıram. Növbəti fikir. Yetəri qədər iş yoxdur. Bu qədər insan təhsil alır, amma hamı işləyə bilmir. Məsələn, bir şirkət sahibi olduğumuzu düşünün və şirkət sahibini siz əlbəttə ki, ən yaxşı
işçiləri qəbul edirsiniz də və hər universitet oxuyan, hər təhsil alan insanda o demək deyil ki, onun yetəri qədər dünya görüşü var, yetəri qədər savadı var, yetəri qədər bacarığı var. Bunu fikirləşirəm ki, yəni sahədə mütəxəssis axtarırlar. Məsələn, IT sahəsində mütəxəssis axtarırlar da bu insanlar. Yəni hər robotexnikanı bitirən, hər IT-ni bitirən, hər kompüter mühəndisliyini bitirən insan orada peşəkar ola bilmir. Bu da var. Yəqin ona görə iş tapılmır. İkinci olaraq isə artıq təhsildən də çox sənin aktivliyinə dəyər verilir. Könüllülük fəaliyyətlərinə, sertifikatlarına, başqa yerlərdən əldə etdiyin dil biliklərinə üstünlük verilir. Bu əslində yaxşı bir şeydir. Çünki yenə dediyim kimi mən şirkət sahibi olsam ən yaxşı işçiləri götürərəm. Buna görə bəlkə də çox insan işsiz qalır. Amma bir tərəfdən də doğrudan Azərbaycanda şərait azdır və işləmək üçün şərait azdır. Azərbaycanda yəni biraz şəraiti olan insanlar həmən xarica çıxmağa çalışırlar ki, biri də mən ki, gedim orada oxuyum, qoy gələcəkdə yəni yaxşı bir iş tapa bilim. Fikirləşdiyimiz şey budur. Bu öz-özlüyündə biraz məyus edir insanı. İnşallah düzələr. Bu barədə yəni mən gələcəyi görə bilməyəcəm. Bu barədə iş barəsində, çünki özüm hələ ki iş sektorunda yoxam, tələbəyəm və bilmirəm. Azərbaycanda müəyyən resurslar var. Amma onlar nə kəmiyyət, nə keyfiyyət baxımından sərfəli deyil. Azərbaycan dilində peşəkar kitab sayı azdır. Marketinq, kino, rəssamlıq, musiqi, production kimi sahələrdə insanlar türk yazarları və ya xarici yazarlara yönəlir. İş imkanlarına gəldikdə isə insanlar üçün bazar geniş deyil. Azərbaycanda istedad problemi yoxdur. Əlçatan təhsil, kreativ sahələr, verilən dəstək azlığıdır problem. Çox sağ olun ilk öncə bu fikrinizə görə. Çox uzun mesaj idi. Mən çalışdım ki, onu qısalaşdırım. Peşəkar kitab sayının az olmağı və rəssamların kino sahəsində müəyyən sahələrdə başqa insanlara üst tutmaqları, başqa xalq nümayəndələrinə, türklərə, xaricilərə üst tutmaları, bunu qəbul edirəm. Bu danılmaz bir faktdır məncə. Bu məndə də olur. Məsələn, mən hər hansı bir elmi mövzuda və yaxud başqa bir mövzuda kitab axtarıramsa, məsələn, Arduino və mənim ixtisasım robotexnikadır və mən robotexnikaya dair Azərbaycanda kitab ala bilmirəm. Kitabxanalardan bəlkə də tapmaq olar, götürüb oxumaq üçün. Lakin almaq, o yoxdur belə bir şey. Və yaxud da ki, var Azərbaycan dilində yoxdur, ancaq ingilis dilində var. Mən o kitabları, məsələn, Amerikadan sifariş vermişəm. Artıq burada almışam ki, gələcəkdə mənə lazım olacaq və Azərbaycanda olmadığı üçün məcburam buradan istifadə etməyə. Bundan razılaşıram, yəni onu demək istəyirəm. Lakin bu problemin də həlli var. Rəssamlar, musiqiçilər, həkimlər, bütün müxtəlif sahələrdə işləyən insanlar sadəcə olaraq oturub kitab yazsalar əslində və kitabın adını qəşəng seçsələr, biraz marketinqdən istifadə eləsələr, kitabın üz qabığını yaxşı eləsələr, məncə kitab satılacaq. Öz kütlələri də olsa, yəni kitab satılacaq, kitab oxuyacaqlar, insanların marağı artacaq. Yəni biz sadəcə otururuq və deyirik ki, yoxdur. Okey, yoxdur, sən bir addım at. Mən oturub yoxdur deyə bilərdim, amma mən indi hal-hazırda bu videonu çəkirəm. Bütün məsələ budur. Yəni yoxdur deməklə, oturub gözləməklə o göydən bizə düşməyəcək də. Biz ya addım atmalıyıq, ya addım atanlara dəstək olmalıyıq. Azərbaycan xalqının da burada qardaşın yazdığı kimi. Azərbaycanda istedad problemi yoxdur. Bəli, tam razıyam. Azərbaycanda çox istedadlı gənclər var, çox ağıllı gənclər var ki, onlar yəni məncə qlobala çıxsalar və yaxud da ki, onlar Amerikada yaşasaydılar, onlara böyük bir dəstək olunsaydı, onlar hal-hazırda çox irəlidə idilər. Bu həm də biraz Amerika ilə Azərbaycanı gəlin burada müqayisə eləyək. Amerikada valideynlər övladlarının çəkdiyi kiçik bir rəsmi, tək övladlarını yox, məsələn, sən adi bir vərəqə cızma qara eləyirsən və gəlirlər onu o qədər tərif edirlər ki, sən onu istəyirsən ki, aparıb bir muzeyə filan qoyasan. O dərəcə motivasiya səndə artır. Amma Azərbaycanda heç kim bir-birinə dəstək olmur. Hər kəs lağ eləyir və bu da insanın yaxınından görmədiyi dəstək çox qəribə bir şeydir də, yəni çox pis bir şeydir. Tutaq ki, mən həkiməm, mən diş həkimiyəm və stomatologiya haqqında bir kitab yazmışam. Bizim insanlar, mən nə bilim bu savadlı həkimdir, bu kitab ümumiyyətlə mənə niyə lazımdır, niyə oxuyum bunu, ondan sonra gəlib xaricini oxuyaram, deyirlər. Azərbaycan xalqında belə bir şey var ki, öz xalqımızı qınayırıq, biz bir-birimizə heç vaxt dəstək olmuruq, birləşmirik və bu sırf bu dəstək olmamağımızdan qaynaqlı olur ki, əlində gücü, potensialı, istedadı olan gənclər belə həvəsdən düşürlər. Başa düşməliyik ki,
biz bir-birimizə dəstək olmalıyıq. Ona görə də mən sevirəm ki, yaradıcı şəxslərə, gənc yazıçılara, prodüserlərə və s. dəstək olum bacardığım qədərilə. Məncə bunu siz də eləyin, çünki lazımlı bir şeydir. Təşəkkür edirəm bu dolğun fikirlərə görə. Vərəqim də qopdu. Potensial var. Resurslar düzgün dəyərləndirilmir, bir növ paslanıb təmizləmək lazımdır. Potensial var, bəli, bayaq dedim, istedad da var, potensial da var, eləmək olar. Lakin yenə gəlir çıxır dəstəyin olmamasına, xalqın bir-birinin yanında olmamasına, insanların bir-birini qınaması və bu bir növ paslanıb demək məncə çox düzgün bir ifadə idi burada. Bəli, yəni başqa bir şey deyə bilmərəm, bu haqqda çox danışdıq. Razıyam. Onu demək istəyirəm ki, və bu podcast kitab söhbəti əslində yetərincə var. Bizə yetəri qədər var, yəni məncə Azərbaycan dilində də kitab oxumayan bir insan durub deyir ki, məsələn, kitab yoxdur Azərbaycan dilində. Kitabxanalara gedin. Bookzone saytına girin baxın, Librafın saytına girin baxın, Qanun Nəşriyyatının saytına girin baxın. Nə bilim, adi kitab dükanlarına gedin də, balaca kitab dükanları olur. İkinci əl kitab hesabları var Instagramda və yaxud digər sosial şəbəkələrdə. Yəni girin baxın, görəcəksiniz ki, əslində kitablar var. Müəyyən qədər kitablar var. Lakin azdırmı? Bəli, digər ölkələrə müqayisədə azdır. Həm də bu Azərbaycan xalqının da oxumama istəyindən, tənbəlliyindən, yenə dəstək olmamağından bir-birinə irəli gəlir ki, yazanlar belə artıq onu yazmaq istəmirlər ki, mən məsələn tutub bugün rəssamlıq haqqında kitab yaza bilərəm, amma mən hardan bilim ki, o oxunacaq, oxunmayacaq. Bütün məsələ budur. Məncə ilk öncə özümüzü burada inkişaf etdirməliyik ki, bir-birimizə dəstək olaq. Növbəti. İndiki dövrdə fiziki resurslar o qədər də əhəmiyyət daşımır, hər şey əlçatandır. Online resurslar bir növ open source var. Motivasiya və istək çatışmazlığı var məncə. Yenə gəlirik motivasiya və istək çatışmazlığı, dəstək olmaması. Nə deyə bilərəm bu haqqda? Tamam düzgün fikirdir və online resurslar isə məsələ burdadır ki, YouTube kanalları məsələn. Azərbaycanda əslində çox intellektual mövzularda danışan, maraqlı mövzularda danışan və yəni girib bilik öyrənə biləcəyimiz YouTube kanalları var. Hətta yəni seri katil dokumentari, yəni qatillərin işlərini necə gördüklərinə aid belə Azərbaycanca videolar mən görmüşəm dəfələrlə. Filmləri, adi musiqiçiləri tənqid edən tənqidçilər var, hansı ki biri var, Çənə podcast, rapperləri tənqid edirlər orada. Çox fikirləri ilə razılaşmasam da, ən azından bu var. Ən azından var və çalışırlar orada nəsə eləməyə. Və yaxud da Üzləşmə adlı bir podcast da deməyim, podcast ya videodur. Yəni video var, belə bir YouTube kanalı var Üzləşmə və o Üzləşmədə çox fərqli qonaqlar hər dəfə dəvət edirlər, hər mövzuda danışırlar və indi yəni öyrənə bilmirəm deyə biləcək bir dövrdə deyilik. Biz 15-ci əsrdə yaşamırıq. Kitabxanalar çox uzaq deyil, kitablara gedib pul vermək də lazım deyil. Pulsuz PDF saytları var, pulsuz PDF Telegram qrupları var. Yəni hər yerdən PDF-lər tapmaq olar, hər yerdən videolar tapmaq olar, audio kitablar tapmaq olar. Əlbəttə ki, dil bilmək daha yaxşıdır ki, bunları ingilis dilində, rus dilində daha əlçatanda daha çoxdur, amma Azərbaycan dilində də, türk dilində də kifayət qədər var. Məncə Azərbaycan dili bilən bir şəxs avtomatik türk dili də bildiyi üçün burada artıq yəni mən tapa bilmirəm demək olmaz ya da müəllim mənə öyrətmədi, filan kəs mənə demədi demək olmaz yəni. Demədi, get özün axtar. Çünki hər şey açıqdır. Bu fikirlə razıyam. Fiziki resurs yoxdur, online resurslar var. Hamımızın əlində telefonlar var. Hamımız sıralara dayanırıq ki, iPhone alaq və o iPhone-dan əslində heç nə üçün istifadə etmirik. Məsələ burasındadır. Yenə göstəriş, yenə Azərbaycan xalqının bu dərəcəsi, belə təfəkkür dərəcəsi. İndi keçirik yaradıcı şəxslərə. Burada əslində çox yaradıcı şəxslərə mən mesaj yazmışdım ki, mənə cavab geri dönüş eləsinlər, amma bəziləri geri dönüş eləmədi. Başa düşürəm, ola bilər insanların işləri var və yaxud ümumiyyətlə cavab vermək istəmirlər, bu barədə danışmaq istəmirlər, bəlkə yaralı yerləridir, bilmirəm. Bəziləri dedi ki, sənə geri dönüş edəcəm. Mən hələ də gözləyirəm, amma düşündüm ki, vaxtım indi var, qoy videonu indi çəkim. Həmin insanların da fikirlərini yəni ola bilsin ya kommentlərdə yazaram, ya Instagramda paylaşaram. Bu arada Instagram səhifəmi
takip etmeyi unutmayın. Düşünürəm ki, YouTube kanalıma da bir ayrıca Instagram səhifəsi açacağam. Çünki öz işlətdiyim şəxsi səhifəm sadəcə rəsmlərlə və ümumiyyətlə həyat tərzi ilə bağlı bir şeydir. Birinci şəxs Satirik Fikir kanalı var Instagramda. Onun admininin Həsən bəyin mənə yazdığı, mən ona sual vermişdim və o mənə çox sağ olsun ki, geri dönüş elədi və böyük bir dəstək də göstərdi. Çox təşəkkür edirəm. Demək ki, Azərbaycanda dəstək verən kütlə də var, amma çoxluq hələ də dəstək vermir və bu biraz insanı üzür əslində bir şey eləmək istəyən insanlar da bəlkə buna görə çəkinirlər. İlk öncə fikrinizə görə təşəkkür edirəm Həsən bəy sizə. Ümumi götürsəm, digər ölkələrlə müqayisədə çox azdır. Azərbaycan dilində elmi məlumat öyrənmək çətindir. Hətta YouTube-da belə bir neçə mövzuda Azərbaycan dilində video tapmaq olmur. Bəli, digər ölkələrlə müqayisədə əlbəttə azdır. Yəni adi qonşumuz, bizim qardaş ölkəmiz Türkiyəyə baxanda bizdə resurslar çox azdır. Buralar kitab resursları, podkastlar, videolar və s. Kitab çünki Türkiyə böyükdür bizdən, dəfələrlə böyük bir ölkədir. Türkiyədə müəyyən nəşriyyatlar var, çoxu nəşriyyatlar var. Kitab işlərini ümumiyyətlə öz üstlərinə götürən insanlar var, amma Azərbaycanda nəşriyyat sayısı dəhşət dərəcədə azdır. Videonu editləməyə çalışarkən gördüm ki, mikrofonum ölübmüş və səs gəlmirmiş, ona görə yenidən çəkirəm. Qalmışdım Həsən bəyin sözündə. Doğrusu şeydə qalmışdıq. Türk dilində niyə var, bizdə niyə yoxdur? Yenə Türkiyə böyük ölkədir, orada mətbuat çoxdur, nəşriyyat çoxdur və Türkiyədə kitab oxuyan insan sayı çox olduğuna görə onlar hər cürə statistikada bizdən üstün olurlar. Və məncə Azərbaycanda sadəcə kitab oxuma marağı artmalıdır ki, tək bədii əsərlər yox, hər növdə kitab oxuma marağı artmalıdır ki, daha çox kitablarımız və kitabxanalarımız və nəşriyyatlarımız olsun. Çox sağ olun Həsən bəy fikrinizə görə. Satirik Fikir kanalını, daha doğrusu hesabını Instagramda izləyin. Mən fikirləşirəm ki, çox gözəl videoları var. Tənqidi, amma çox gözəl tənqidi videoları var. Digər yaradıcı şəxsimiz gənc yazıcı Zəhra Hüseynlidir. Mən Niyə Sevmədin Ata kitabının müəllifidir. Kitab yeni çıxıb. Mən də oxumamışam hələ ki, çünki mən Amerikadayım və kitab Azərbaycanda satılır. Oxuyub özünə feedback eləməyinizi istəyirəm. Oxuyub ona dəstək olmağınızı istəyirəm. Təşəkkür edirəm. Zəhra, sənə də təşəkkür edirəm yazdığın fikrə görə. Düşünürəm ki, istəyən çarəsini tapar, istəməyən bəhanəsini tapar. Başlamaq, bacarmaq istəyən hər kəs üçün yetərli resurs olduğunu düşünürəm. Razıyam. Axır ki, pozitiv bir fikir gəldi. Bəli. Yəni başlamaq istəyən, doğrudan eləmək istəyən hər kəs qarşısına qoyduğunu eləyir. Bunda özümdən nümunə gətirim. Mən Amerikaya getməyi uşaqlıqdan istəmişəm. Orada oxumaq uşaqlıqdan istəmişəm və o qədər çalışmışam ki, sonunda bacarmışam bunu. Ona görə də məncə istəyib çalışmaqla həvəsdən düşməməli, insanların sizi dəstək etməməsinə, dəstək olmamasına baxmayaraq çalışmaq lazımdır. Öz üzərinizə işləmək lazımdır və çalışmaq lazımdır ki, Azərbaycan da biraz dil çəlsin. Yəni mənim fikrim o yöndədir ki, xaricdə təhsil aldım, filan şey öyrəndim və bunu xalqıma ötürməliyəm. Çünki məncə Azərbaycanın ona çox ehtiyacı var, dostlar. Çox sağ ol Zəhra fikrin üçün. İngiliscə deyirdim, for your fikir. Çox sağ ol fikrin üçün. Növbəti və sonuncu danışacağım şəxs, ümumiyyətlə yaradıcı şəxs Kamran Novruzadədir və Metempsixoz kitabının yazarıdır. Kitab məncə yetəri qədər insan bunu görməyib. Elmi, fantastik kitabdır. Oxuyub dəstək olsa sevinərəm. Məncə maraqlı bir kitabdır. Kamran bəy özü də çox intellektual və ağıllı bir şəxsdir. Bir neçə fikirləri olub ki, mən də onu bəyənmişəm fikirlərini. Bir çox fikirlərini. Çox sağ olun Kamran bəy, mənim sualıma cavab verdiyinizə görə. Azərbaycanda resurs çox azdır. Ölkədə yeni film və ya serial çəkilsə, eyni rejissorların adını görürük. Azərbaycanda incəsənətə dəyər verilmir. Bu səbəbdən rəssamlar qrafik dizaynerliyə üz tuturlar. Rəssamlar hissəsinə qatılıram, mən də rəssamam və artıq əl əməyinə dəyər verilmədiyinə görə digital öyrənməyə çalışıram. Mənim üçün nə qədər çətin və mənasız olsa da bir növdə AI, süni intellekt artıq rəssamların işlərini əllərindən alır. Çünki hər şeyi artıq dizaynı AI ilə eləyirlər, süni intellektlə eləyirlər. Bu bir növ musiqiçilərin də işlərini əlindən alır. Çünki süni intellektlə səsləndirirlər artıq bəzi şeyləri. Razıyam. Film və seriallarda da məncə yeni rejissorlara, yeni aktyorlara yer verilməlidir. Bu barədə bir şey deyəcəm. Film akademiyası var Azərbaycanda. O akademiya məncə populyardır kifayət qədər. Və orada gənc
insanlar, orada gənc aktyorlar var. Mən çox xoşlayıram və onların kinolarına, seriallarına da baxıram. Növbəti bir filmləri də çıxdı səhv eləmirəmsə. Filmin adı yadımda deyil. Amma məncə gedin dəstək olun, baxın. Belə gənclərə dəstək lazımdır. Azərbaycana dəstək olduqca insanlar qabağa gedəcək. Çünki kifayət qədər istedadlı, çox istedadlı gənclər var. Sadəcə çalışaq ki, onlara dəstək olaq. Fikirlərinizə görə təşəkkürlər dostlar. Mənə geri dönüş eləyəcək olan şəxslər də var idi. Bayaq baxdım, bir neçə şəxs geri dönüş eləmişdi. Yenidən çox sağ olun fikirlərinizə görə. Onlar da elə mən deyənləri dedilər ki, bəs dəstək olmaq lazımdır, insanlara motivasiya vermək lazımdır. Böyle inkişafatdan ilk addımdır səs çıxartmaq, fikir bildirmək. Çox sağ olun. Çalışın ki, videoma like atasınız, komment yazasınız ki, insanların qarşısına çıxsın və onlar da bu videonu görsünlər, maariflənsinlər. Kanalıma abunə olun, Instagram səhifəmi izləyin. Orada da maraqlı rəsmlərimi paylaşıram. Bəlkə bir gün rəsmlərimə dair də video çəkərəm. Çox sağ olun fikirlərinizə, yazdıqlarınıza görə, videonu izlədiyinizə görə. Aşağıda fikirlərinizi yazın, nə düşünürsünüz, yəni video haqqında, doğrudan bu keçdiyim sorğu haqqında və ya da tamamilə öz fikirlərinizi növbəti videoda, növbəti sorğu rubrikasında nə sual verməliyəm, onları da yaza bilərsiniz. Çox sağ olun. Növbəti videolarda görüşənə qədər.